üçün hazırladığın loqoda hansı simvollar və rənglər nə məna daşıyır? Sportda, xüsusən istədim ki, xüsusi bir simvol olmasın. Hər bir detalı xüsusi bir məna versin və mikrofon detalını ön plana çəkmək istədim. Mikrofon, yəni burada səs var, burada bir fikir var detalını vurğulayır və podkast kanalı olduğunu bildirir. Daxilində yer alan S hərfi iki yarım dairədən ibarətdir. Zaten görsəldə var. Bu yarım dairələr ritmik və hərəkətli simvolizə edir və sport sözünün S hərfindən götürülür. Və loqoda xüsusən istifadə etdiyim şrift sport sözü öz ağırlığını loqoya qoyarkən talk sözünün daha italik, həm orada sürəti təmsil edir, həm də biraz mülayim danışığı və s. təmsil edir. Rənglərini seçərkən səndən yola çıxdım. Sənin enerjinə yola çıxdım və düşündüm ki, bənövşəyi və mavi rənglər bizim üçün uyğun olar. Çünki bənövşəyi rəng enerjini göstərir, mavi rəng isə güvəni və bu sport sahəsində də, idman sahəsində də özünü göstərir.